İmtahana az qalıb bu deyəcəyim atmaq üsullarının köməyi ilə imtahandan 50% nəticə əldə edə bilərsən. Deyirəmsə buna inanma, çünki yalan deyirəm. Belə bir atmaq üsulundan 50% yazdın, 40% yazdın, belə bir şey yoxdur. Variantlarla işləmək başqa şeydir. O atmaq üsulu deyil, ona da gələcək. Ara-ara elə videolarda paylaşmışam. İndi isə nəyə baxacaq? 2019-cu ildə buraxılış imtahanına düşən 2 dənə sualın bu videoda izahına baxacaq. Asan suallardır. Gəlin başlayaq. Deməli, ilk öncə belə bir tənliyimiz var. Tənlik nə deməkdir? X-i tap deməkdir. Bu tip tənliklərdə mən hər iki tərəfi kvadrata yüksəldirəm. Kvadratla kök getdi, alındı 3x çıxılsın 2 bərabərdir 5-in kvadratı 25. 3x bərabərdir 2-ni keçirdim digər tərəfə 27. X-imiz də bərabərdir 9-a və cavab oldu 9. Yerinə də qoysaq doğru alınır. İndi bunu variantlarla necə tapardım? Variantlarda sənə verəcək 9. Nə bilim, B variantında 8, C variantında 5. Sən bir-bir variantları aparıb yerinə yazacaqsan. Hansı variantı yerinə yazanda cavab 5 elədirsə, o variantı götürəcəksən. İndi gəldik bu suala. Bu sualı artıq variantlarla tapmaq mümkün deyil. Kök altında 51-i necə variantla tapasan? Deyir, hansı iki tam ədədin arasında yerləşir. Artıq sən burada qaydanı bilməlisən. Kök altında 51-dən solda tam kvadrat hansı ədəddir? Tam kvadrat nə deməkdir? Məsələn, 25 tam kvadratdır, 5-in kvadratıdır. 16 tam kvadratdır, 4-ün kvadratıdır. 51-dən balaca da burada 49 dayanıbdır. Böyük nə dayanıb sağ tərəfdə? 64. Deməli, 51, bundan nə çıxır? 7. 64-dən nə çıxır? 8. 7 və 8-in arasında yerləşən bir irrasional ədəddir.